Videoya başlamadan önce kanalımıza abone olmayı unutmayın. Hoş izlemeler. Herkese selam. Nasılsınız? İyi misiniz arkadaşlar? Bugün hörüklü kız olarak çıkmışam qabağı. Sen görmedin mi? Ben saçımı hörmüşəm aşkım. Güzel olursan da sen kuklaydın da. 4 günün sonunda saçımı ilk defa daradım. Başınımız toplanmır diye 4 gün yatıp kalıp güclə yanmışam. De Quranan olsun. Ona dinən otursun oturduğu yerdə mənim bir soruna daha psikolojim dözməyəcək yoxdur yerim. Evet arkadaşlar. Ay Allah. Qaynım gəlib. Daha sonra qaynatam gəlib. Sizin sağlık olması ilə, bozbaş ilə. Belə qaynata harda görmüsünüz? Su çiçəyi olmağı gözə aldı gəldi. Bir Elnarə, bir də Tahirəmi su çiçəyi olmağı gözə aldılar. İkisi də gəldilər bizə. Qaynıma da kartof doğratdırır, soydurur. Pizza pişirən də O da mənim biləcəklər. kimidir, yemək pişirməyin arası hazır. Mən də indi pişirəm, 2 dənə yemək pişirəm. Dolma ilə, kəlam dolması ilə, bozbaş. Bozbaş. Şəhriyar. Ürəyimdən bozbaş keçirdi. Utandım səni deməyə. Quranan olsun. Hiss eləmisən sən. Allahın olsun. Elin nafaniki gəlib olsun yardıma. Necə? Elin nafaniki gəlib yardıma. Hə. Nə oldu? Yenə su vurdu. Nə oldu? Əlifin rəngi qaçdı. Yavaş vurun. Göstərin bizə. Ay Allah. Normal eləyəsiniz. Eləmədən nə məcburdur? Kim səni şantaj eləyir ondan onu eləməyə? Eləyin sizə edit düzəldəcəklər. Normal eləyin. Kadra baxan kimi. Qızım çəkməyəcəm. Axırıncı şansınızdır. Gedirəm. Tamam. Vəhşiyə bax ozu. Söz sizin şansınız. Yo. Aşkım geldi. Burada. Şükür Allah'a. Alqışlayın. Ay Allah. Uşaqlar, bu qız çox həqiqətən gül uşaqdır. Allahın olsun. Nadir'in geleceğini eşitti. Bütün evi. Bilirəm onunla da əlaqəsi var, amma atası neçə gündür yorulur deyə dünən biz heç nəyə əl vura bilmirik, su çiçəyi deyə suya təmas eləyə bilmirik. Dünən bütün evi səliqəyə salıb, yatağını çəkib bura, bu bizim o bir evə getməli paltarlar düzüb o divara, özü üçün burada yer düzəldib. Atası üçün bütün evi paryetkaya salıb, səliqəyə salıb. Həqiqətən çox sağ ol Əsnad. Sən halal olsun, malades sənə. Sən bir dənə çak. Os bu birilərlə toqquşsan. Ayakkabıları yırdı sen. De Quranan olsun. Nə qəşəng stimul olub sənə əmin. Evet arkadaşlar, Şəhriyar da indi yemek pişiriyor. Qaynatamla biz de oturmuşuq çay içiyoruz. Görə indi nə pişirib çıxardacaqlar ortalığa. Karbabanın yanında karbabanın biri tutulsun. Yo, mən çox yaxın getmirəm tutmasın deyə oturmuşam Qorxma. qıraqda. Kartoşka kızartması iyi geldi indidən. Çok tez başladı yemeğin iyi gelmeye. Evet kızlar, artık yavaş yavaş düşünürəm ki toparlanma zamanıdır. Çünkü özümün də dəhşətli dərəcədə ürəyim sıxılır yatmaqdan. Şəhriyar heç bir şəkildə nə həkim, nə Şəhriyar ümumiyyətcə su ilə təmas eləməyə icazə vermirlər. Çünki xüsusilə bu əlimdə su çiçəkləri çıxıb, heç əlimi yumağa belə Şəhriyar qoymur, yerli yersiz deyir, ehtiyac olmadıqca yuma. Amma və lakin əlimdən gəldiyincə su ilə təmas eləmədən istəyirəm yavaş-yavaş evdə hərrənim. Həm bir şeylərlə başımı qatım, həm bir neçə linç yorumu oxuyub onlara cavab verəcəyik, həm bir neçə suallar oxuyub onlara cavab verəcəyik, həm də evdə hərrənəcəyik ki başımız qatışsın. Şəhriyar da ona kimi bizə yemək pişirəcək. Hazırsınızsa başlayaq. Deməli arkadaşlar, bu qızdırmalı olduğumuz vaxtlarda Şəhriyarın bütün maykalarını mən kirlətmişdim.
Çünkü dayanmadan 3 inansız qızdırmanın qorxusundan günə 3 litr, 4 litr su içmək nə deməkdir? Çünkü qızdırmanın bəbəşə ziyanı var. Həkim mənə tapşırmışdı ki, bol-bol maye iç. Qızdırman qoy suyla düşsün arkadaşlar. Tərliyəsən suyla düşsün. Bunu mənə demək olar. Ana ürəyi dağ çiçəyi əsnaf demişkən günə 4 litr başlamışdım su içməyə. Həkim eşitdi ki 4 litr su içmişəm. Belə ay qız o qədər deməmişdim. Böyrəklərin iflas eləyər. 4 litr yox, 2 maksimum 3 litr gündə içdim bəsdir. O qədər su içirdim ki arkadaşlar, düzdür, dərman da kömək eləyirdi, amma dərmanı atan kimi məndən bir dənə tərs su gedirdi, qızdırmam düşsün deyə da özümü həlak eləmişdim. Həmin o Şəhriyarın maykalarını indi yuyub özünə təhvil vermə zamanıdır. Ona görə onları yumuşuq, indi gedirik asmağa hazırsınızsa. Hepsi, ay Allah, buradadırlar. Ümumiyyətcə Şəhriyarın paltarlarını yumuşuq da belə deyək. Yazıq məndən su çiçəyi tutmasa yaxşıdır. Evet, Şehriyar mutfakta. Şehriyar yine mutfakta. Bak arkadaşlar, bakın. Ya Allah. Kələm dolması, Kələm dolması. Oo. bozbaş, Aa, bozbaş. Ay. soğandan da qovurulan. Halaldır sənə. Dünərdə içi yemək, Hə. bugünlərdə içi yemək. Amma mutfağın təmizliyini görürsünüz. Sənə halal. Mən gəlirdim mutfağı yığışdırmağa, gördüm Əsla. mutfağı yığışdırmış. Aa, sən eləmsən. Sənə halal olsun. Qabları yuyub, buranı təmizləyib, buranı təmizləyib, yeri silib. O Bax, mətbəxin sən təmizliyi halaldır. əsnafdır. Allah'ım dostum. Gəl Yeni eve köçəndə də səndən bu performansı gözləyirəm. Biz Yer bacaracağıq. bəzəyi ola bilər, lülüpurt ola bilər, görünməyən ola bilər. Yəni kamerada geri qala bilər. Hətta onu deyə bilərəm ki, elə hərəkətlər eləyə bilər. Zəhləmiz ondan gedə bilər. Aa, ağ eləmə. Zarafat O eləyir. bizim çempion və qəhrəmanımız. Onu da deyim ki, arkadaşlar, su çiçəyin də ayaq üstə keçirdi. Hə, Heç kimin həqiqətən. xəbəri Min olmadan- şükür, maşallah dinən. Hə, Maşallah, maşallah. Tü 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 tü. Maşallah. Evet arkadaşlar, şimdi Evet, evet arkadaşlar, şimdi Şehriyarı. Muhteşem. Sən maykalarımı özümə qaytarıram. Çox sağ ol mən qızdırmalı. Evet arkadaşlar, dumbuluş karnım olabilir. Onu itiraf ediyorum. Karnım dumbuluştur. Bu əməliyyata girməlidir. Sadece olarak başım açılmır ki özüme vaxt ayıra bilim. Evet arkadaşlar, bu Sən benim ayrıma vaxt var şişimdir. idi da. Dedim aparım sən Bu benim əməliyyata. şişimdir arkadaşlar. Qorxuram. Məni yatsıdın aparın evdən əməliyyata. Qorxuram. Evet, bir de yok. kanka. Sən ürəklənib əməliyyata gedənə kim mən bir dənə insan dünyaya Aşkım gətirirəm. kışkırmadın. Sen kışkırsan sayıların atar indi yüreğimiz patladarsan. Ne kışkırırsın? Eşirinler, hamımız eşirinler. Sevinəm də aşkım, sevinəm. Sahalara geri döndük yani. Evet, sahaları geri döndüreyim. Can. Ne oldu? Tuttu deyəsən. Yəsi. Aa, zarafat. Georgi ben senden küsərəm, Allah'ın olsun, çok pis küsərəm səndən. Əsi niyə kameranı dayandırırdın o dəqiqə ay Pis aşkım? küsərəm səndən. Uşaqlar bellədik. Nədir? Nə oldu? Keç otur. Keç otur. Allah'ın olsun. Artık sağaldım. Kendi düşmanını kendin sağalttın. Ayağa kaldırdın. Şimdi sana yapacağım kışkırtmalara hazır ol Şehriyar efendi. Razıyam kışkırtma yediğini öldürün beni, bizi size işin olmasın. Aa, öyle deme. Güç tutma, güç vurma. Getirmezsin. Çok sağ ol aşkım. Bir daha kameranı söndürmeseydin laf ağır olardı. Ben söndürdüm. Da o dedi de kameranı söndür. Sen kamerayı görürdün ki odaklanmıştım bana. Arkadaşlar bir tane ellerim var. Bunu takıyorum. Özü üçün təmizlik əlcəyi ayırıb, mən təzə əlcəklərimi əkişdirib arkadaşlar. Mən də qalmışam bununla. Məryəmlə Rabiyə də mənim əlcəklərimin taxıblar, tayı qalıb. Bir dənə əlcək qalıb bana. Mən bunu taxmıram ki, əsnat işlətsin, əsnatın düşü qoymuşam.
dokunmuyorum. Mən gedirəm su çiçəyindən qalan paltarları qaynar modda yuyulmağa atmağa. Daha özüm də su çiçəyiyim. Şəhriyar qoymurdu paltarları əl vurmağa. Amma artıq mən də mikroblu, viruslu olduğum üçün daha rahat əl dəyə bilərəm. Şimdi paltarları atacağıq yumağa. İlk lincimizi oxuyacağım arkadaşlar. Ürəyim bir dənə doludur. Bir-iki nəfərin ağzının payını verməm lazım. Mənim o dili uzun, belə qəşəng yerində lafı çarpan izləyicilərimdən də dəstək gözləyirəm. Yəni biləsiniz. Boy, su çiçəyindən bu yana nə qədər paltar yığılıb 3 gün içində. Boy. Bunları yumaq lazımdır, yoxsa dağ olacaq arkadaşlar. Artık olmuştur. Yani hatta öyle söyleyeyim size. Başlayalım. Evet arkadaşlar, bir düzine paltarı attım hijyende yıkamaya. Hijyenle yıkayıram çünkü su çiçeği. Umarım Şəhriyarın kurtkasına bir şey olmaz. O da demişti ki bu kurtkanı gerek kaynar suda yuyum. Yani aşkım öz dediği eləmişəm. İnşallah ki kurtkan oradan salamat çıxar. Ya Allah, getdilər arkadaşlar, hijyende yıkanmaya getdilər. Nəsə olsa sizlikdir, mənlik deyil. Çıxaq. Yeməyin hazırdır Şəhriyar əmi. Yeməğim dolma. Oo, bəh. Bozbaşı. Mən bozbaş istəyirəm aşkım. Hamısı hazır. Mən bozbaş yeyə bilərəm. Hani Ürəyim bozbaş Ben istədi. dolma istedim. Sən dolma? Atımın heç birisini yemirə bilmirəm. Ay, yeməyə bilmirsən. Onda ikisindən də qoyaq sən üçün. Yeyə bilmirəm deyirəm ikisindən də. İkisindən də nə? Yeyə bilmirəm. Aa, Şəhriyar əslində ikisindən də istəyir. Deyir ataya demə. Ha, onun ikisindən də. Tamam bilmirəm. Çəkirəm, mən yeyə bilmirəm. Deyir ikisini də yeməsəm qala bilmirəm. Ay, ikisini yiyəm. Hayır, Yaxşı, zarafat elə. Ay, bu yana yetişir. Tahir əmi, bozbaş yoxsa kələm tolması? Söz yox, Şəhriyar ikisindən də qoyacaq. Prosta tərcihinizi biləlim. Dolma yerim. Dolma. Şəhriyar sənin bozbaşlığına xəyanət elədi dadan. Soram. Deməli, süfrəyə nə lazımdır? Çörək, stəkan, vilka. Şu, arkadaşım. Rabia sən Baba gelir. gedirsiniz? Gəlmə. Ha. Şəhriyar sən, Rabia sən. Şeriyor. Rabia, buna da gül day tam olsun ölüm sən üçün. Dayan da. Dolma. Dolma? Neçə dənə? Bir dənə. Bu boyda cəmdək utanmırsan. Allah'ın olsun. O Şəhriyar bizim üçün göy-göyərti yuyur arkadaşlar, vitaminli qidalanaq deyə. Tayrəmigil niyə gedir marketə? Nə almağa gedir? Sok almalıyız. Sok almağa gedirsiniz. Hə, getsinlər. Oturaq süfrəyə. Fərqi yoxdur. Qazda olmasın mənimki bir dənə. Bana alacağınız qaz. Kompot varımız da onda. Mən Meyve şirası ya da kompot. Şu. Süfrəni quraq oturaq. Bəh arkadaşlar. Mənim bozbaşım qabağıma gəldi. Göy-göyərti, çörək qəşəng yaradıb da bu uşaq qatıq. Gitti de atı tarafa bana telefon buradadır. Nadirəmin yığın. Ha, var. Otlayacaqsan gözdə kələm dolman gəlsin, elə otda da ac qarnına bir dəfəlik göyərtin basma. Sən nə yeyəcəksən yaxşı? Heç nə? O necə olur aşkım? Dolma, heç olmasa ya bozbaşın kartofundan ya O da bonus koyupsa. 2 dənə istəmişdin, 3 dənə balaca olub, ona görə dabafka qoyub bir dənə də əlavə. Sən bozbaşın heç olmasa kartoşkasından, dolmanın ətindən. Püre verim de sana. Kartoşkap da. Kartoşkanın farkı ne? Düzdür də püre kim eləsin versin. Mesela kartoşkadı. Ucu başqa şansın yoxdur. Əslində da özüm ölüm bizi də. Firenin ezilmişti. Firinin əzilmişi kartoşka nə danışsan sən özün bilirsən. Dadına baxaq bir dənə, səmimi fikir bildirək.
Can Can, sen niye bu cürün düşübsən? Çox dadlıdır. Mən getdim yeməyə arkadaşlar. Çox qəşəng bişirib. Nuş olsun. Yam yam. Arkadaşlar deməli sual cavab videosu çəkmək istəyirəm. Adı nədir? Sual qutucuğunu Telefonun da deyəsən sən. sual qutucuğunu açdım ki, izləyiciniz sizə də suallar gəlib cavablandırarsınız. İzləyicilərin suallarına cavab verim. Part 2 çəkimdə. Arkadaşlar gördüm ayol 1 nəfər, 2 nəfər, 3 nəfər, 5 nəfər. Rabia'nın yaşları bir qıraq yazıb ki, Rabia'nın TikTok'dakı təkrar paylaşımlarına bax. Sən çox səbr Hə, mən də girdim təkrar Təkrar paylaşımlarına baxım Rabia'nın. Arkadaşlar, Kısa uzattı. Ben tanıdım başka. aman verəsiz mən danışım. Sizin əlinizdə mən 3 dəfə səbr gətirib, o bir anda qrip keçirərsən, ölərsən burada. bir dənə də qrip keçirsəm mən özümü öldürüm. Rabia demiş, ondan yaxşıdır. Hə, girdim Rabia'nın təkrar paylaşımlarına baxım ki, bu qədər izləyici niyə bu sözü yazıb, qurban olum. Elə girməyimlə onu gördüm ki, silməklə deyil, screenshot eləmişəm. Sən mənim canım, Aşkım çok bilir sana. bazen hayattan o kadar bıkarsın ki Allah'a dua edersin canını alsın diye. Her gece Sən mənə deyirəm, sənə bir dənə kəllə vurum, öl də. Sən niyə əziyyət çəksən ki? Sən Allah olsun Buna bax. Bu ölmək istəyir. Zilonka üzünə vurmuşdum, saçını təmizləyə gelib güzgə baxdı. Ölmək istəyir, her gece yatanda özüne ölmesi için dua eden insandan heç kəsə bir zərər gəl. Sən kim demişdi ki, səndən bizə zərər gələcək? Zərər gəl. Bunun karkaş çorablarına yarar. Rabia. Bu hansı mən Oo. deyirəm xəstədə olsan, zırt səbir gətirsin, gir ağzına. Ondan da əlavə düz Sen be ya. Hadi dayan burada səbir gətirmirsən bu ilə sən yenə. ondan da əlavə düz suluğumun üstünə şillə yapışdırdı. Rabia tanıdım ben Kur'an dostu. Mənim nə günahım var? Girip sattıyla bakı. Yazıq kişi dirmara düşdü mü? Haydi yine girip çatacak kovulna yine. Rabia'dan yakın. Kovul it. Biter. Hə, mən balam, sən ölməyi arzulayacaq bir həyat yaşamırsan axı. Sən KitKatı Sıfatı boydana. Niyə sındırırsan? gündə KitKat aldıran, əlində iPhone-la Şirin gəzən, getmək istəyir də, şirin getmək istəyir. gündə bir dənə yerdə gəzməkdə, kurortda, yeməkdə, içməkdə, o restoran, sən bu restoran, sən gecə ulamağa vaxtın da yox deyə səhərə qədər kinoya baxsız, seriala baxsız, nə bilim, multfilmə baxsız. Mişqavı düzəltdi, aburu oldu. Çox onu düzgün otursun. Görsən video çəkir. Olmaz yazık. Yəni bu nə repostlardı, artist. Mən o postlarların yəsim mənəm. Saçıma başıma var. Onları mən deməliyəm. Da yas yanında isme bak bir de. Dir suçu. Sen eşek söyle. Bu da təzə hozuluq tapıb. O buğa kimi hərəkətlər nə eləyir? Yo, təzə tapıb bunu. Gəlir gedir cəmaatı döyür, vurur. Ha ha Kur'an'ın. Əllər də nə boyda. Rabia ölmək istəyirdi. Sistemdə. Niyə etmişsin sistemə? Yaparmışsın yaparmışsın. Yo ölmək istəyirdin də sənə. Yox, şeydir, biraz başına iş gələn kimi şivənliyin bir köpükdən birinci bu başlayır Parmağını qışqırma. qapı arasında qalan kimi adamı istir öldürsün. Necə olur? Yalan. Bəlkə elə deyil. Arkadaşlar bu Onu ata demeli. bunu mən sizə garanti olaraq deyirəm ki, mən bu uşağın demək olar ki, bir dənə gecə 3-dən səhər 9-a kimi yanında olmuram da. Yəni yatan yerdə o 6 saatin içində bu ola bilməz gedib yuxuda o dünyada Sizə bir anda müharibədə olub qayıtmır bu. Bunun ölmək kimi bir arzusu yoxdur. Bunun repostlarına fikir verməyin. Bu çox gözəl həyat tərzi yaşayır. Sizə bir dənə xəbər verim. Ergənlik yaşındadır. Sizə bir dənə şad xəbər verirəm sizə. Çox böyük bir şad xəbər. Nədir o? Bu günləri Rabia xanımın telefonuna neynirik? Əl koyuyor. Oh. Evet. Dayan ne bu da ki? Niyə? Səbəb nə? Ver bura. Güya ata istəsə ala bilmir o telefonu. Neyini sən? Yo, atanın ora əli çatmır ki ya. Aa, dayan. Bunlar kameranın
görəndə elə bir ki, quduz itişmə. Bir-birində öldü. Nətər qışqırdısa, elə bildim çıxdı kravata. Əli qaldı kravatda. Ürəyim əsdi Qurana and olsun. O da videonu dayandırdım. Dayan da sonra alarsan, sual-cavab videosu çəkirəm. Keç otur. Vəbşə onun telefonu incələnmək lazım. Mən incələyəcəm. Mən özüm incələyirəm. Hə, qoy, ver telefonunuzu, incələyər verər şu. Sual-cavab videosu çəkirəm. Lütfən şimdi telefon al vermi. İzləyicilər səni tutturdur abi. Bu nə şəkildə ekranda? Hə, Hə? onu da dünən yazmışlar Bu nədir? yorumlarda Nə ki, biri sənsən, biri Məryəmdir. Kimən yollan? 2 dənədir Yoxsa bu bəyəm. 2 dənədir. Yoxsa dədindir. Mən necə normal? Yox, Mən onun 2 dənə olduğunu indi görürəm. Allah'ın olsun. Sen bilirsen koy. Vay, arkadaşlar Rabişin telefonuna eşiriz videosuna döndü. Yıl bunu. Vay dədə nənə gəl. Çok sağ olun. İzləyicilər səndə elədi, işverənlik elədilər. Kalmayayım. Yox, başımın üstündə qalmır. Kalmıyorum mu? Kıran da sen. Ayrəmi deyəcək ki, məni gözləyirdi bunu. Məryəm baba nətər gedib oturub dədəsinin yanında. Səni. Deməli arkadaşlar, mən WhatsApp-ları apardım. bunlar eşəliyənə kimi mən bir dənə suala cavab vermək istəyirəm. Yazıblar ki, nəcə burnunu əməliyyat etmirsən? Tahirəmi, səncə sənin gəlininin burnuna əməliyyata ehtiyacı var? Ehtiyacı yoxdur. Məncə də yoxdur, səhvdir. Səncə mənim burnumun əməliyyata ehtiyacı var? Var mənim burnumun əməliyyata ehtiyacı, Məryəm? Sen bunu vurur. Var Şako. Yox. O 3000 dənə mesaj hardan gəlib bura? İzləyicidən hardan olacaq? Ele gruplara sokuplar. Arkadaşlar benim sevdiğim insanlar beni böyle beğeniyor. Ona göre ben Bura var, izləyicilərin çoxunun yaşı 10, 11, 12-dir. Uğura gedən yol. Həsrətimdən ölürəm gəl məni apar. Andit. Nə bilim, mələklərin bunu başa düşürür. Dostluq sonsuza kadar onu da başa düşürür. Ölsəm də bir yerdəyiz. Onu da niyə ölüsüz, niyə bir yerdə olursunuz? de hala özünkü de o gündədir də. Həsrət ocağından gəlmiş səssəda. Bu nə qruplardır? Bizə ulaşın, biz sizsiz qalarsınız. Bu necə şey? Sən mənimsən, mənsiz, sən kimsən? O. Bir de sual yazıblar arkadaşlar. Rabiş niye bəzi videolarda görünmür? O sırada repost eləməklə məşğul. Eşme işlemleri devam ediyor. Zarafatçı arkadaşlar bazen həvəsi olmur ona göre. Zeyd olsa uşaqlar Zeydi qısqanar. Gəlin uşaqların özündən soruşaq. Zeyd olsa Zeydi qısqanarsan? Bilmirəm. Zeydi qısqanmaq üçün gərək Ofeliyanın Zeydi bunlardan daha çox sevməsi gərəkir. O sizə də açıq bir dənə simariz verim. Əgər Ofeliya Zeydi bunlardan çox istəsəydi, Zeyd ölüm təhlükəsi idi suçsay olmaq üçün. Yəni çox həkimlər hamısı bilənlər bilir, amma deyir ki, Zeydi itirə bilərsən. Yəni bu problem, amma Ofeliya ona baxmayaraq Zeydi indidən uşaqlar üçün fəda eləyib burada qalmış oldu. Yəni heç belə tükün belə tərpətmədi, yəni Zeyd üçün. Dedi nədə odur? Öləcək. Allah verib, Allah verəndir. Həkimlər dedi, həkim, qurban olum sənə. Allah verməyib, istəsə belə də alacaq, elə də alacaq. Olacaqsa olacaq, olmayacaqsa da olmayacaq. Evet. Məncə də. O da heç uşaqlar, mənim uşaqlarım da ağıllıdır, dərrəkalıdır, bilirlər ki, iş vəziyyət nə yerdədir. Zeyd neçə aylıqdır? 7 aylıqdır və bundan sonra uşaq fikirləşirsinizmi? Arkadaşlar mən uşaqlar Hər çox... uşaq olmamış necə uşaq fikirləşər? Yo, yəni Zeyddən sonra bir dənə də uşaq düşünürsünüzmü? Yo, gələm. Valla uşaqlar... Mən düşünürəm arkadaşlar. Şəhriyar yufa qurdu. Dünən mamaya deyirəm ki, mən Şəhriyara desəm ki, ikinci dəfə mən ana oluram. Şəhriyar qaçıb balkondan atlanacaq ki, sən canım məndən əl çək. Yavaş oldu, bir danışa ayaqlarınız qalsınsın. Yığıla yesin. Aşkım çocuğuma göre Qışqırma, yığırlar ki, qışqırma. qoy o hiss eləməz. Ata ayağı yine çalıp beni demişim. Elə ona baxın, ayaq fırlanır. Mən şeydir, 4-cü olur da 5-ci uşaqda düşünürəm arkadaşlar. Amma elə bir Tövbeliyim. Tövbeler eləmək istəyirdin axı. eləməmişəm ki. Yok istemiyorum. Əsi bütün qabları yudu. Həqiqi. Bütün yediyimiz qabları təmizlədi, kuxlanı təmizlədi. Mən qeyrətli balam. Uzanıb, neçə gündə,
Görüm mən oyaq qaldım, durur başını qaldır. Ay ata, nə olacaq biraz başımı qoydum. Mən oyaq qalım olan qızmalarını ölçərəm də. Deyim aşkım sən özün termometr boydan al. Necə ölçərsən mənim bala? Mən Məryəmin qolunu qaldırıb termometri oraya qoyana kimi mənim bütün muskullarım çıxıb qalır. Məryəmin əlini qaldırma olur. Onun termometri qoyma olur. Əlimi aç verən olar. Düşünün Rabia bu əlinə Qurban döyülür də, olsun. yəni adamın cızdağı. Axırıncı dəfə olsun. Bax tapşırın. Ekranında belə şəkillər görməyin. Ümumiyyətlə telefonumun Mən yaddaşında, qoydum. telefonunda acayip şəkillər, ölüm statusları zadı görmək. Evet. Amma ki, qurban olum sənə. Xəstə olanda atanı saxlayırsan, saat səhərə kimi atasan qızmağı ölçürsən, sən düşünməlisən ki, birinci gərək ata ölsün, sonra mən ölüm. Başa düşdün, birinci bunu fikirlər. Bunu koyun. Ona. Mən Sənlə məzələn. Gözləyin. Soruşu Rabia'ya takımları bu sual cavabda Kur'an andolsun. Rabia makyaj eləyir. Rabia qələt eləyər makyaj edər. Mən bu sözümə onun makyajı şəkilə edit edər. Rabia'dan nə istəmişsiniz? Ha ben lirim. Eləyir. Videolarda da düşüb düz deyir. Allah'ına kızım kışım bu. Etmirsə, al. Bu döyülməz. At dövmezsen onu soruşurlardı. O gün man. Sən makyaj etsən. Hə, al. Ben indirememişim ki. O gün Ben sen de de ki mən səni göstərim. Hatta eləmişim sen görünürsən de. Düz deyir. İndi onu izləyicilər. De ha, bunlara bax bir dənə. Elə cavab verdim. Bir dənə bunlara bax, dodaqlarına pissimirlə məxmir elə. Ay Allah! Qurban olum sənə ya Rəbbən Canım. Ha, bu makyajsız nə qəşəng. Az tuşu görmürsən sən. Birincisi qızım, bunların makyaj edən vaxtıdır. Tuşa bax, tuşa. Ha, bunların indi məktəb oxuyan, dərs oxuyan, dərs eləyən, Məncə də haqlısan. ümumiyyətlə Bana elmlə, da sürten. ağıllanmaqla tərbiyə. Bunlar qaşınırlar. Mən soruşublar ki, şeydir, eləsə əgər neçə yaşında tam eləməyə icazə verəcəksən? 18-dən sonra arkadaşlar. Mən özüm universitetin 2-ci kursunda makyaj eləməyə başlamışam. Ümumiyyətlə arkadaşlar, sizə bir dənə söz deyim. Ümumiyyətlə bütün belə, yəni hər kəs öz fikridir, mənim öz fikrimdir. Makyaj üzü yaşlandırır. Yəni çox yaşlandırır. Belə dedim, mən də eləməyi buraxdım. Bizdə böyüdür. Əminə xanım. Neçə yaşı vardı? 29 yaşı vardı. 29 yaşına kimi ancaq toydan toya bir dənə içinə tuş çəkərdi. Onu da deyərdim ki, sənin yaraşmır. Yaxşı qalmır. Sən təbii üz daha gözəldir. O qədər makyaj eləmədi. Onun üzü olmuşu uşaq denskir. Yəni çox uşağımcıl. Yəni amma makyaj eləyən xanımların üzün bir dənə silin, deşikdir. Deşiklər üzərində Kimyəvi maddələr də ziyan vurur. Gün vurduqca da üzərində belə kişi bığının kölgəli nakolkası düşür. Belə bu yanları qaralır, bu yanları qaralır, buraları qaralır. Üzərin Ləkə qoyur, hə. onunla ləkəli sifət. Makyajla insan üzü arasında böyük bir maska dəyişimi olur elə bir ki. Ona görə məncə nə qədər bacarırsa eləmir. Özü bir dənə də onu deyim ki, amma xanım da var ki, makyaj onu tutur. Həqiqətən baxsan ki, buna makyaj Çox gözəl çox görünür. yaraşır. Hə, Yəni var, düzdür. tutur bunu. Yəni bu makyaj bunun üçün yaranır. Sən hansı ara incələmisən qızları bu qədər? Ki, makyajı vurur, elə bir ki, makyajı təhqir edir. Yəni o da görə hər kəs bilirsən bizdə Yaraşıb, hə. Əzbərçilik çoxdur. Hamımız bir-birimizə baxıb hərəkət edir, amma heç kim öz istilini yaratmır. Hamı kimdənsə nəsə ötürmək istəyir. Arkadaşlar bir dənə sual gəlib ki, Şəhriyar əminin cibindən heç pul götürmüsüz? Şəriəmin cibi var ki, pul da götürsünlər. Yox arkadaşlar. Şəriəmin cibində pul saxlayırlar ki, pul da götürsünlər. Şəriəmin ümumiyyətlə özü pul görür ki, cibində. Bunlar da pul götürsünlər. Gözünün içinə baxa-baxa əlindən. Şəriəmin belə bədbəxt ölürmüsən. Daha sonra Bizim göstərdiklərəm. Rabia yenə Rabia. Rabia eynək. Rabia qışqırtma oldu ya bu. Olsunlar elə çox bizi sevirlər. Gəl, görürlər. Yo, bu yaxşı sualdır. Gözləri yaxşı görmür deyə eynək taxır, yoxsa aksesuar olaraq arkadaşlar. Yo, kör açıkısı deyil axı o. Fərqi nədir? Açıqı taxmaq istəsən
gözündə zəiflik olsun. Əgər sağlamlığın üçün lazımdırsa Hə, taxmalısan. şeydir. Amma Rabia sağlamlığına- aksesuarı olaraq taxır, amma ona lazımdır əslində onu. Amma əslində burada mən böyük bir səhlənkarlıq edirəm ata kimi. Çünki çata bilmirəm, amma həqiqətən Rabia'nın gözlərində zəiflik var. Çünki Biz qızmadan qutara bildik ki, başqa yolda tablolar üzvlərə olur ki, keçək. Yolda tablolar məsəl üçün Lənkəran, Astara yazılar olur ki, hamımız görür, Rabia onu görə bilmir. Yəni Mənim çox mamamın da çətinlik gözü çəkir. elədi ya. O maşın sürməyi də çox təhlükəlidir elə insanların. Sən qalma demədin, o zubatçıqan kim qoyub bura, mənə zubatçıqı gördü. Ağ eləm o qədər deyil. Amma mənim Sən keçə üstündə oturmadın. mənim mamamın da gözləri çox zəif görür arkadaşlar. Maşın Hər sürür. sınaq eləmək istəyirsən, maşınınızı verin sürsün. Hər təkər Maşın maşın sürür, nə çuxurları görür, nə heç nəyi, yol uzadı demək olar ki, görmür. Yəni o qaranlıqda yol çıxanda mən çox narahat oluram onun Nə üçün. belə gülə idealı. İdealı cevap. Yox, belə necə? Həqiqi niyə elə gəldin oturdun? Nəysə arkadaşlar, İçin sobur sağ ol. Ablalara nə veriblər? Sağ ol. Tarəmi gülə heç nə. Ha, dünən sonra. Tarəmidən soruşublar gəlinivi çox istəyirsən. Çok seviyorum. Eşitdin. Oğluvu daha çox istəyirsən yoxsa gəlinivi? Geldim mi? Aldın cavabımı. Göz kırptı. Göz qırpdın? Göz. Oxuş babadır. Bana. Necə elədi? Hə, yaxşı, yaxşı uşaqlar. Sağ olun, mənim biraz işim var. Sən yavaş-yavaş şeyin də atar. Yəni kamerada bağlansın. Ya uşağım mən üçün sürpriz düzəldib. Tut əlimə apar. Sualcı videosu kurtardı. Qurtardı. Şükür. Bir de böyle suallar vermeyin. Ne yaparsın? Bismillah. Ya Allah. Ya Allah. Ay Allah. Atan ürəyi getdi. Göz kırptı. Heç şey qılın tərpətmədi. Heç şey bana qucaqlanmayasın. Pis pərt oldu. Dövüyor qıçlıq oldu. Mən yıxıldım yerə, içim mənə eynəmədi. Ey Allah. Ama sizdən biri olsaydı mən uzanardım üstünüzə. Güclə sizi oynadardım, çalışardım. Heç Sen yıkıldın ben saçacağım bırakın. elə səs gəlmədi yaxı. Çırpıldım yerə. Yazığım gəldi sənə. Nasıl olur? Aşkım, əslində sən belə bax deyim, amma sən yıxılmadın. Çox istəyirəm mən. Yəni bu Baktım. Heç on bir daha orta deyəydin. Mən qışqır smile. yaxşı arkadaşlar. Yerə yıxıldım arkadaşlar, gördünüz heç kim. Heç o tərəfdən heç kim gəlmədi. Dadım dedi, hə. Mən belə pərt olmaq hələ görməmişdim. Heç bir şey. Aa. Yuh, təmizləyib, yemək yedi, hamısını bu eləyib. Halaldır. Əsnatımız artıq böyük qızdır. Artıq o həqiqətən yetkin və gözəl əl işləri. Elisi geldi. Halal olsun Mən sən. danışacağam. Elçi nədir axı? Ha, Hə. çox ağıllı qızı. Qızması var. Yoxdur. Gözü biraz istedi mənə. Ata. Yox, uzun qol. Uşaq neçə gündür qorxusundan uzun qolla gəzmirdi ki, şərrəməyəsiz onu. Bu gün ilk dəfə normal köynək geyindi. Yapışdınız ki, qızmam var, yenə soyunacaq uşaq əynini. Aşkım, sən veçsin mənim qızmam yox, mən də suluqlarıma əl vurursan. Gəzərsən heç nə olmaz. Gömmenden soyuldu. Baxın mən. Yox ya aşkım, bu belə deyə ölüm sənin üçün qaynayır. İş gör baxı həm də, o da var. Sən Rabiyə gilə şeylədin, tırtıqladın, bu stres keçirtdi ki, indi mənə də dəyərlər. Tüm böyük Halaldır, qızlar həqiqətən. Hamısı burada istasyonlar varsa. Ay maşallah, malıdır, həqiqətən. Ham öz evimizin üstündə sən yaşadın. Ya onların nadirçi yerlerdi. Halal olsun. Halal olsun. Evet arkadaşlar, bir videomuzun daha sonuna geldik.
Mən gedim videonun sizin üçün təcili sürətlə paylaşım. Saat gecdir. Belə sual-cavab videolarının davamının gəlməsi. Yox, sadəcə gözləyirlər. Gəlməyini istəyirsinizsə yorumlarda yazın. Ya onu deyə bilərəm ki, ömür boyu fikirləşsəm Rabiəni belə sıxışdıra bilməzdim. Sizə sözüm yoxdur mu? Bu Rabiyə qışqırtma videosu oldu. Sual-cavab olmadı. Rabiyə ilə bağlıdır. Nə? Hay? Yoxsa bütün videoların altında Rabiyə ilə bağlıdır sözlər. Ay Allah, bununla da bağlı nəsə yazın, xahiş edirəm. Yox, mən istəmirəm. Yəqin döyülmək istəyir. Yazmazsınız. Haydi bakalım, videomuzu bəyəndinizsə kanalımıza abunə olub, like atıp, yorum yazmayı unutmayın. Maçı Gucci.